Salam dostlar. Bugünkü videomuzda gələcəyin ən maraqlı və inqilabi texnologiyalarından biri olan kvant hesablama haqqında danışacağıq. Kvant hesablama ənənəvi kompüterlərdən fərqli olaraq məlumatları bitlər deyil, kubitlər vasitəsilə emal edir. Kubitlər eyni anda həm 0, həm də 1 vəziyyətində ola bildikləri üçün kvant kompüterləri çox mürəkkəb hesablamaları inanılmaz sürətlə yerinə yetirə bilir. Bu texnologiya elmin, tibbin, maliyyənin və süni intellektin inkişafında mühüm rol oynaya bilər. Məsələn, yeni dərmanların kəşfi, iqlim modellərinin analizi və məlumat təhlükəsizliyinin artırılması kimi sahələrdə kvant hesablama böyük potensiala malikdir. Kvant hesablama hələ inkişaf mərhələsində olsa da, gələcəyin texnologiyalarını formalaşdıracaq əsas qüvvələrdən biri olacaq. Texnologiyanın bu möcüzəli dünyasında yeni videolarda görüşənədək izlədiyiniz üçün təşəkkürlər.